Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri İmişlinin Xəlfəli kəndindəyik. Bir fermamız çıxdı satışa, qanun sənədlə 100 hektar, bir 15 hektarda yəni əlavəsi var. Kərəntini götür, oturun pit. Hamısını çəkib göstərəcək qardaş. Buranı yani 90 bine alınmış yerdi. Bu günləri onu 45 bin manata təhlib edirik. Yani maşınla da barsel var. Bak bu gördüğünüz yere, bak belə üzü hamısı. Bak bu kanaldır. Arpa ekilmişti bak bu yere, gördüğünüz yere. 25 hektardı bak burası. Gösterecek kardeş. 115 hektar yerdi cəmi. 100 hektarı qanun sənədlə. Su da başının üstündədir. Gördüğünüz kimi göstereceğim bakın. Su da başının üstündədir. Elə bilmeyin ki yani deməyədir. Kanal başının üstündədir. Buyurup bakabilirsiniz, çəkəcəm hamısını. Bak, bu fermamızdır girişi. Çəkəcək hamısını, baxasınız. Bak bu yerler hamısı düz əkin olubdur. Bak, üzü belə. Burası 50 hektar idi əkin yeri. Sol tərəfi. Hamısını göstərəcək, baxın. Cəmi 100 hektarı qanun sənədlə 15 hektarı yani əlavəsi var. 115. Bax bu da ağaçlardır, qəşəng. Girişidir. İndi çəkim hamısını göstərəcəyik. Baxın. Hamısını çəkəcəyik. Mal tövləsində, qoyun tövləsində, toyuq düzə saxlama yerində, hamısında. Bax, gözəl qardaşlar, bura meyvə ağaçlarıdır, əkilib. Göstereceğiz artizan zalda. Suyu da var. Işığı var yakın ki buranın. Panellendi ışığı. Göstereceğim hamısını. 24 saat akır. Gece gündüz. Su daimi var. Artizanı. Hamısı bak bura məxsusdur. Bak bu yerə. Çəkib göstereceğim hamısını. Meyvə ağaçları var. Əkiflər hamısı. Qəşəng kölgələnəcəyi şəraiti var. Göstərəcəyik baxın qardaşlar. Deməli müəllimin nömrəsi 010 506 32 32 050 010 506 32 32 WhatsApp'ı da var. Yığın birbaşa danışın. Bax bu dediğimiz kimi artizanlı. Güzel kardeşler. İçməli su artizanlı. 24 saat işləyir. Sonra tut ağaçlarıdır. Qapıda. Bu da yəqin ki çobanın yaşayış yeridir. Panelləndir. İşıq sistemi panelləndir. Güneş paneli ilə. Bura nədir? Evdir. Bura yəqin ki musulu. Burada qalacaq yerləri. Bir otaq, bura 2 otaq. Polu, pataloku, hər şeyi. Gözlər. Buradaki kənd həyatında bu cüzə damıdır, təndiridir. Konteyner. Çəkəcəyik, baxın. Konteynerdir. Cüzə damı. Gözəl. Burada bir çoban evidir. Gördüğümüz kimi. İki gözlü. Kokumsu her şeyi var.
Toyuq damılı. Bura. Vagon da var içində. Bir dənə gördüğünüz kimi. Yox, eti uşaq da çoban evi də 2 dənə. Pollu, pataloklu hamısı. Olsa gələn, alan gəlib baxacaq onun hamısını. Yem ambarıdır o vagon. Yem ambarıdır. 500 pres. Ne güzel. Deməli bu yer deməli bura nə üçündür? Bura damdır gördüğünüz kimi. Burada yəqin ki qoyun üçündür. Burada qoyun üçündür, çəkəcək. Buradakı qoyun salma yeridir. Gözəl bir yerdədir. Gözəl insanlar. Gözəl qardaşlar. Buyurun baxın. Su kanalı. Düz yani fermanın başının üstünde. Gördüğünüz gibi. Burada koyun içindəyi yer. Bak bura koyun içində. Bura ne kadar koyun tutur? 650 baş koyun tutur. Bak bu yer. Yani fermanın qəşəng itləri də var. O fermiyə qədər, bax orada ferma görükür. Bax görürsünüz da yəqin ki. Bax ora qədər bizim yerdir. 115 hektar, 100 hektar qalmış sənətlə 15 hektar da yana əlavəsidir. Su kanaldaki burada. Gördüğünüz gibi. 4 tarafı da qazılıb. Bir adanın içindədir da elə bir ferma. Ferma adanın içindədir. Torpaqlar da ki öz yerində. Yəni əsas odur ki, gözəl qardaşlar. İşıq sistemindəki var panelləndir. Bax bu da dama girişdir. Mal damı. Navesi de var. Güzel kardeşler. Yani 30 başta mal tutur. Bak gördüğünüz yer. Bak bura 30 baş mal tutur. Bunun içindedir. Damın içidir. Otuz baş iri boynuzlu heyvan tutur. Kardeş kıymeti 45 bin manata deyilir. Maşınla da ki barter var. Yani gelin birbaşa müəllimin özüyle danışın. Hal-hazırda. Ərazidəki hamısını göstereceğim. Gözəldir. Bak. Bu bunun arka tarafı. Tamam. Köşe tikilib. Buradakı ərazimiz o ferma görükür. Düz o fermiyə qədərdir. Yani buradan da o biri fermiyə qədərdir bax. Birinci ferma. Sonra yani bizim ferma. Bak fermanı laf yaxından çəkirəm baxın. Bax. Əlimin bax bu tuşunda. Görükür. Buyurub baxa bilərsiniz. Orada da göl var, camışlar girmək üçün. Yəni kim nə istəsə saxlaya bilər gözəl qardaşlar. Heyvan, qoyun, mal. Fərq eləmir. Ağaçlardakı, yəni kölgələnəcəyi hər şeyi öz qaydasında. Əlaqə nömrəsini bir daha deyirəm. 010 506 32 32.
Hemen WhatsApp'la yığırsınız. Müəllimin özü ilə də danışırsınız birbaşa. Gəlib alıb yığışırsınız. Maşınla. Sonra ilə barter var. Yani heyvanla da, maşınla da. Ondan sonra. Ne bileyim, yani barterimiz var. Hayırlısı uğurlusu Allah'ım. Allah satana da hayır versin, alana da. $500 pres yığmaq üçün bax bu vagondur gördüyünüz. Yem də yığ. Nə yığırsan yığ. Yəni qəşəng konteynerdir gördüyünüz kimi. Buna tutaq acıdakı böyründə. Gözəl. Tut da qızarıb ki. Deyir. Keçən indi buradan sizler için sahəni göstereceğim. Bak, bu gördüğünüz ərazinin bütün ərazilər hamısı bir yere aittir. Kərənti götürün oturun biçin. Yani ferma təcili satılır qardaş. Barter var, maşınla, malla, nə ilə istəsəniz. Sizə nə tər xoşdur, o formu. Yerdə bəlli, ünvan da bəlli. Müəllimin əlaqə nömrəsi kanalda başının üstündədir. Allah hər ikisinə xeyir versin. Alana da, satana da. Bizdən çəkib göstərmək, gerisi siz izləyicilərimizin böyününə. Fermadakı bir adanın içindədir. Yəni, gözəl bir yerdə. Xeyirli olsun. Neçə şöyle çoban evindən siz çəkmişik. Birini çəkmişik, biri də kötaqlı, porlu, patoloklu. Yəni kim istəyən gəlib özü baxacaq hamısına.